Deməli, bugünkü mövzumuz olacaq inkişaf sahələri. İnkişaf sahələri. Ümumiyyətcə, inkişaf sahələri, belə deyək, bağçanın olmazsa olmaz həm mövzusudur, həm də tətbiq olunmasıdır. Biz uşağa nə öyrəniriksə, hamısını inkişaf sahələri əsasında öyrənirik. Hamısının da standartı var, hamısının adı var, nöqtələrlə, məsələn 1.1, 1.2 və hamısını da əzbər bilməliyik. Həm situasiyalarla bilməliyik, həm də adlarıyla. İnkişaf sahəsi. İnkişaf sahəsinin əvvəl tərifini deyəcəm. İnkişaf sahəsi ümumi təlim nəticələrinin reallaşması məqsədi daşıyır. Reallaşması məqsədi daşıyır. Bəli. Buradakı ümumi təlim nəticəsi nədir? Buradakı ümumi təlim nəticəsi, bəli, reallaşması məqsədi daşıyır. Buradakı ümumi təlim nəticəsi bizim hər gün yazdığımız plandakı mövzunun məqsədidir. Məsələn, mövzum, gigiyena qaydaları, məqsədə nə yazırıq planda? Müəllimələr nə yazır? Məsələn, gigiyena qaydalarına əməl edir, əllərini yuyur. Məsələn, təhlükəsizlik qaydalarına əməl edir. Bax, bu ümumi təlim nəticəsidir. Və bu ümumi təlim nəticələrinin reallaşması üçün inkişaf sahələrini öyrənməliyik birinci növbədə. Bizim heç eşitmişsinizmi ümumiyyətcə inkişaf sahəsi haqqında? Bizim neçə inkişaf sahəmiz var? Ay, sağ olun. İnkişaf sahəmiz var. Fiziki inkişaf, idrak, ay, sağ olun. İnkişaf, sağlamlıq və təhlükəsizlik. İkinci, idraki inkişaf. Üçüncü, estetik və yaradıcı inkişaf. sosial emosional. Dördüncü isə sosial, emosional inkişaf. Bəli. Deməli, sual olunur ki, tutaq ki, fiziki inkişafda, məsələn deyirəm, ümumiyyətcə bu inkişaf sahələrinin adlarını deyəndə birinci növbədə, birincidən tam deməyə çalışacağım. Çünki bax, məsələn, sual olunmuşdur ki, fiziki hərəkətləri yerinə yetirir, hansı inkişaf sahəsinə aiddir? A-da yazıb fiziki inkişaf, D-də yazıb fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. İndi müəllimə də fiziki inkişafı görən kimi götürüb o variantı, amma nə olub? Səhv olub. Çünki bunu sonuna qədər düzgün deməliyik. Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik, idraki inkişaf sahəsi, estetik və yaradıcı inkişaf sahəsi, sosial emosional inkişaf sahəsi. Bu inkişaf sahələrinin hər birinin özünə məxsus bacarıqları var və bu bacarıqlar saylandır. Baxın müəllimlər, biz birinci inkişaf sahəsini dedik fiziki inkişaf, ikili idraki, üçü estetik, dördü sosial. Bilirsiniz nə zaman testiniz səhv çıxacaq? Əgər birinci inkişaf sahəsinin adını dördüncü çəksəz və yaxud da ikinci inkişaf sahəsinin adını üçüncü çəksəz, mənasını bilsəz belə, sırasını bilməsəz, o test səhv olacaq. Bəli, sıralama düz olmalıdır, düpbədüz. Sonra, birinci inkişaf sahəmizin, müəllimələr, deməli, 3 bacarığı var. 3 bacarığı. İkinci inkişaf sahəmizin də 3 bacarığı var. Amma üçüncü inkişaf sahəmizin 2 bacarığı var. Dördüncü inkişaf sahəmizin 3 bacarığı var. Sual olunur. Hansı inkişaf sahəsidir ki, bacarıqlarının sayına görə digərlərindən fərqlənir? Hansıdır o? Üçüncü. Estetik və yaradıcı. Siz lövhəni çətin görürsünüz deyəsən, hə? Elə yerdə əyləşmişsiniz ki. Bura keçsə necə olar? Çox Yox, aha, tamam. Deməli, estetik və yaradıcı inkişaf sahəsinin 2 bacarığı var. Qalan hamısının hərəsinin 3-3 bacarığı var. Birinci növbədə gəlin deyək, bax, birinci inkişaf sahəsindən danışırıqsa, bu 1 olduğu kimi qalacaq. Bax, bu 1, demirik kimi 3 bacarığı var. Deyirik ki, 3 bacarığı var. Bu 1 hər üçündə olduğu kimi qalacaq. Amma yanındakı rəqəmlər dəyişilməzdir. Məzmun fərqlidir, dəyişilməzdir. Amma yanındakı rəqəmlər buna əsasən dəyişəcək. 1.1, 1.2, 1.3. İndi necə yazaq biz o biri? Bax, yazırsınız 1.1, 1.2, 1. Bax, ümumiyyətcə, əgər hər hansı bir standartın qarşısında 1 ilə başlayan standart gördünüzsə, bu onun ardı istəsə 1 olsun, 2 olsun, 3 olsun, fərqi yoxdur. Bir nöqtə neçə olur olsun.
Amma o 1-lə başlayırsa, fiziki inkişaf sağlamlıq və təhlükəsizlikdir. Bəli. 2 ilə başlayırsa, idraki inkişafdır. Daha o yanındakı rəqəm neçə istəsə olsun. Aydın oldu. 3-lə başlayırsa, estetikadır. Neçə olur olsun ardı. 4-lə başlayırsa, sosial emosionaldır. Neçə olursa olsun. Hamı təsdiq edir. Bir dənə müəllimlərdən başqa, bir də bənövşə müəllimlərdən başqa. Başa düşün. Tam şəkildə başa düşürsün. Hamı deyir, Yox, yəni. Deyil də, çox standartlar 1-lə başlayırsa, fiziki hamıda var. Ay sağ olun. Bəli, birinci rəqəmə diqqət edirsiniz. Birinci rəqəm heç vaxt dəyişmir. Bəli. Ay sağ olun. Ümumiyyətcə, bunun işi bilirsiniz nədir? Əzbərləməkdir. Bunun işi odur. O rəqəmləri əzbərləmədisə, o testin də mənasını başa düşsə də testin mənası yoxdur işləmək. İndiyə qədər düşünmüşdüm. İndi başa düşürsünüz, öyle değil mi? Yavaş-yavaş inşallah. Bu standartları elə əzbərləyəcəksiniz, özünüz də deyəcəksiniz ki, hə, mənəm onu əzbərləyəm. Məsələn, ki, ikilidə, 2 idraqdır da. Ay sağ olun. İkincisi o 2 heç vaxt İkinin yanında nə olursa olsun. Ama hamısı zamanı bir var. İkinin yanında nə olur olsun. Hamısı qıranda bir yoxdur. Fiziki inkişaf hamıda var. Bildirir ki, bir dəyişir. Hamının qabağında bir olmaq sözü yox. Hamı birisi qarşısında bir var. İdraki, fiziki inkişafın qarşısında həmişə bir olur. Ben başa düşmedim. Baxın. Dediniz ki bir hamısının karşısında bir var mı? Yox. Əgər söhbət fiziki inkişafdan gedirsə Gülnarə müəllimə, hamısının qarşısında bir olacaq. Əgər söhbət 2 rəqəmli görürsünüzsə, 2.1-dirsə və yaxud da 2.2-dirsə, o artıq idrakdır. 3.1-dirsə, o estetikadır. 4.1-dirsə, o sosial emosional inkişaf sahəsidir. Aydın oldu? İndi hələ ki, gəlir idraki açaq. 1.1. Bax, deyir ki, görək 1.1-ə nə aiddir? 1.1 fiziki hərəkətləri yerinə yetirir. Bax, sizə sual verəm. Fiziki hərəkətlərdə nə başa düşürük? Nə eləyir ki, uşaq? Fiziki tərbiyyələşməsində. Bəli, qaçır, tullanır, sürtmə hərəkətləri. Ay, sağ olun. Bax, bunlar aiddir 1.1-ə. Bir neçə nümunə yazaq. Qaçır, tullanır. Masa arxasında. Ay, sağ olun. Masa arxasında davranış. Masa arxasında davranış və gigiyena qaydaları. Buna da siz nümunə gətirin. Masa arxasında nə olar ki? Səliqəli yemək yeyir, çəngəldən istifadə edir. Yox, rəsm çəkir yox. Masa arxasında yeməkdir. Sırf yeməklə əlaqəlidir. Yemək. Gigiyena qaydalarından nə edir? Əl sabunundan istifadə edir, dəsmaldan istifadə edir. Bu aid oldu 1.2 standartına. 2-yə. 1.3-də isə 1.3 olmadı, bir dəqiqə. Bax, tələsməyin. 1.3-ə isə təhlükəsizlik qaydalarına əməl edir. Təhlükəsizlik qaydalarına. Yoldaşı ilə oynayanda ehtiyatlı davranmaq. Bəli. Ondan sonra davranmaq yox. Məsələn, kəsici, deşici alətlərdən bilir ki, uzaq qalmaq lazımdır. Qaşıq vilka 1.2-dədir. Amma qayçıdır, bıçaqdır 1.3-dədir. Aydın oldu. Yəni, təhlükəsizlik qaydalarına əməl edir. Bu Cəmilə müəllimə, birinci inkişaf sahəmizin 3 bacarığıdır. Ayrı-ayrılıqda mənalarıdır. Aydın oldu. Bax, 1.1 fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik. 1.1 fiziki sözündədir. Sağlamlıq 1.2-dədir. Çünki gigiyena qaydasına əməl etsə, uşaq sağlam olacaq. Təhlükəsizlik sözü isə 1.3-dədir. Aydın oldu. Fiziki inkişaf sahəsidir də. Burada qayçının nə işi var? Qayçı, niyə? Məsələn, aplikasiyada qayçı işlədir də uşaq, değil mi? Yaxud da kəsib yapışdırmada, yapmada. Daha doğrusu yapmada, aplikasiya yox, yapmada. Qayçı işlədir, elə deyil mi? Məsələn, başqa bir şey də deyə bilərik. Bax, uşaq bilir ki, güclü yağış yağır, elə deyil mi? Güclü yağış yağında çətirdən istifadə etməliyəm. Ki, o mənə təhlükə yaradar da, islanaram mən. Və yaxud da uşaq bilir ki, güclü külək əsir, mən ağacın altında gelib dayanmamalıyam da, ehtiyatlı olmalıyam, bir bağlı bir yerdə dayanmalıyam. O adını 3 hissəyə bölürlər. Salam. Aydın oldu? Oldu. İndi keçirək ikinci inkişaf sahəsinə, yəni idraki inkişaf sahəsinə. Mən idraki inkişaf sahəsində neçə yazım? 2, alt-alta belə yazıram. Söhbət idraki inkişaf sahəsi. Ay, sağ olun. 2-1, 2-1,
buradakı kimi eyni yazdım. Amma başa bir yaza bilmərəm. Çünki mən indi idrakdan danışacağım sizə. Ona görə 2 yazıram. Aydın olur. İkinci inkişaf sahəmiz hansı inkişaf sahəsidir? İdraki inkişaf sahəsidir. Onun birinci bacarığı idrak nədir ümumiyyətcə? Düşünməkdə. Zehindir, elə deyilmi? Düşünərək uşaq nəyisə həyata keçirməlidir. Orada bədii ədəbiyyat, riyaziyyat, Aha, riyaziyyat və bədii deyəcəm. 2.1 əşya və hadisələr haqqında məlumatlıdır. Əşya və hadisələr məlumatlı olmaq hansı məşğələyə aiddir? Ətraf aləmlə tanışlıq. Bəli. Yəni fəsillər haqqında, illər, aylar, həftələr, günlər, bunların hamısı haqqında. Məsələn, bilir ki, qışda qar yağır, yayda hava açıq olur, yayda çimərliyə gedirik, qışda palto geyinirik. Yəni bütün bu hadisələr haqqında məlumatlıdır. Bəs 2.2 nədir? Nitqi dinləyib anlayır. Bunu əzbərləyəcəksiniz müəllimlər. Nitqi dinləyib anlayır, radikəli danışır. Bəli. Və nitq etiketlərindən istifadə edir. Bax, uşağa deyirəm ki, salam, necəsən? O da mənə deyir ki, yaxşıyam, sağ ol, sən necəsən? Burada nitqi dinləyib anlamaq varmı? Sadəcə ünsiyyət qurdur. Amma uşaq şeir desə, nağıl danışsa, bu nə olar? Rabitəli danışmaq. Rabitədə nə var? Rabitə sözündə nağıllar, şeirlər, hekayələr, sənis danışıqdır. Aydın oldu? Qarşısına yazın, şeir, nağıl deyir, şeir danışır. Aha, sonra nitq etiketləri hansılardır ümumiyyətcə? Bəli, Buyurun, təşəkkür edirəm, zəhmət olmasa. Bir var, bəli, danışıq. Bəli. Məsələn, bir var uşaq gəlib mənə deyir ki, mənə su ver. Burada 2.2-ni götürə bilərik, bilmərik. Zəhmət olmasa mənə su verərsən, bu 2.2-dir. Aydın oldu. 2.3 isə riyaziyyatdır. Riyaziyyat, sadə riyazi əməllər. Harda hesab gördüsə, harda həndəsi figurlar, 3, 5, 10 rəqəmlər, ədədlər gördüsə, o hansı standartdır? 2.3, təkcə 3 deməyim. 2.3, bu bütöv deyin adını, yaxşı? 2.3-dür. Sadə riyazi nələr? Sadə riyazi əməllər. Bax, zərrə qədər də qaranlıq qalan bir yeri varsa deyil mənlərə, çox xahiş edirəm. Mən də 10 dəfə, 20 dəfə deməyə də hazıram. İkincisi nə oldu? Heç nə, ikincisi nitqi dinləyib anlayıb, radikəli danışır, nitq etiketlərindən istifadə edir. Hekayələri. 2.3 isə riyaziyyatdan bəhs edir. Yəni, harada riyazi əməllər görsək, aydın olur. Oranı görə, bir dənə yeri dəyişsək, bura keçsək, ola biləm. İndi keçək, hansı inkişaf sahəsinə? Mən başdakı rəqəmləri alt-alta neçə yazam? 3. Elə deyilmi? 3. Yanında da yazım mən. 3.1. Ay, sağ olun. Yaxşı, 3.1 yazdım. 3.2 yazdım. 3.3 de yazım mı? Yox. Çünki estetik və yaradıcı inkişaf sahəsi 2 bacarığı var. Cəmi 2 bacarığı var. 3.1 baxaq görək nədir? Sadə, bədii bacarıqlar. Bədii bacarıq. Sadə bədii bacarıq bilirsiniz nədir? O obrazdır, canlandırmadır. Bəli. 3.3 silirik. Yazın sonra silin. Yazın sonra silin. Yəni yoxdur. Aydın oldu? Deməli, 3.1 sadə bədii bacarıqdır. Bədii bacarıq sujetli rollu oyunlardır, canlandırmadır. Sonra bax, rəsm, aplikasiya, yapma, quraşdırma. Orada uşaq nə iş görürsə, bədii canlandırır, bədii şəkildə. Bu olacaq 3.1-ə. Onun qarşısına yazın, sujetli rollu oyunlar. Sonra təsviri fəaliyyətin hər bir növündə istifadə olunan rəng duyumunun olması. Məsələn, tutaq ki, bayraq rəngi verirəm, göy, qırmızı, yaşıl rəngliyir də. Deməli, onun bədii bacarığı var. Bu oldu 3.1. Aydın oldu? Oldu. İndi keçək 3.2 bəs nədir? Sadə əmək bacarıqları. Əmək bacarıqları. Bax, əməyi də dairəyə alıram, bədiyini də.
Sadə əmək bacarığı da nə olar ki? Təmizlik işləridir də, elə deyilmi? Evet. Təmizlik işləridir. Məsələn, tutaq ki, qrup otağının təmizlənməsidir, şkafların təmizlənməsi, güllərə suyun verilməsi, ağacların yarpaqlarının növbətçilik, ay sağ olun, növbətçilik bacarıqlarıdır. Bunların hamısı olacaq 3.2 standartı. Bura qədər aydın oldu? Yazın görürüz. Sadə emək bacarığı. Aha. Uşaqlar edir də bunu. Bəli, bəli, bəli. Amma məsələn, burada rəsm aplikasiya yapma, quraşdırmada iş gördüsə, bədidir, işini görüb qutardı. Deyirəm, uşaqlar, gəlin yığışdıraq buraları. O artıq əməkdir, sadə əmək bacarıqdır. Sonra, indi mən danışacağım 4-cü inkişaf sahəsindən. Bura yazacağım bu kənara, 4-cü inkişaf sahəsindən. Mən o üçü çəkə bilərəm. Çəkin, sonda lövhəni çəkəcəksiniz ümumi. Yazım qurtarıb, yaxşı. Çünki 4-cü inkişaf sahəmiz hansı inkişaf sahəsi? Sosial emosional. Alt-alta nə yazım? 4, 1, 4, 2, 4, 3. 3 4, 1, 4, 2, 4, 3. 4.1 ünsiyyətdir. Uşaq ünsiyyət qurmağı bacarır. Ünsiyyət. Bax, deyəcəksiniz ki, bəs 2.2-də də uşaq ünsiyyət daxil, nitq daxil, danışıq daxil. Bəs onun fərqi nədir? Burada elə belə söhbət edir. Elə belə sual versən, elə özü üçün danışır da. Necəsiniz, nə var, nə yox? Necə vəziyyət? Ay, sağ olun, bəli, sağ amma burada rabitə, necə deyim, açar sözü mədəni də, yəni. Mədəni. Yox, bu elə belə o indi mədəni deyil deyib, sadəcə söhbət edir də, bəli. Söhbət edir. Amma burada artıq nitq dinləmək var. 4.2 isə sosial həyatda özünü düzgün apara bilməsi, belə yazacaq. Özünü düzgün apara bilməsi. Bu nə deməkdir? Uşaq cəmiyyətdə, çox adam olan yerdə, mağazada, parkda, yemək yeyən yerdə, məsələn, harasa bir restoranda deyək də, özünü düzgün apara bilir. Məsələn, ay sağ olun. Bax, məsələn, yox, buyurun cəmlə müəllimə deyirsə 2.2-dir. Amma orada məsələn, ucadan gülmür cəmiyyət içində. Yəni, qışqıraraq danışmır. Bəli, qışqıraraq danışmır. Ay sağ ol, ən uzanmır, konfeti götürmür, məsələn. Bax, bunlar aiddir 4.2 cəmiyyətdə özünü apara bilməsi. Şəklini çəkəcəksiniz. Aha, 4.3-də isə, baxın, harda böyük və yaxud da kiçik sözü gördünüzsə, bu aiddir 4.3. Hörmət, güzəşt. Məsələn, böyük və kiçik sözü. Böyük və kiçik sözü yoxdursa, o 4.3 olmayacaq. Harda böyüklər və kiçiklər sözü varsa, bu 4.3-ə aiddir. Bu nə deməkdir? Məsələn, deyirəm ki, uşağın evdə yaşlı nənəsi var, uşaq sakit danışır və ya da xəstədir nənəsi, sakit danışır anası ilə ki, nənəm xəstədir, başı ağrıyar, nənəsinə hörmət qoyur. Və yaxud da keçir, görürsünüz ki, bir yaşlı qadın əlində çantasına, o qədər olur ki, məsələn, keçə bilmir də yaşlı qadındır. Mən girirəm, heç kəs ayağa durmadı. Hamı qabaqda oturdu, mən gidib arxada oturdum. Sən 2 ürəklisən buna görə. Məsələn, onlar 4.3-ü pozdular. Aydın oldu. Böyük, kiçik sözü varsa, bəli, hörmət hissi, kiçiklərə güzəştə getmək. Sonra bax, kiçik sözü ola bilər. Məsələn, siz güzəştə gedin də, ki, balacadırlar da, yəni. Uşaq gələndə mən məsələn... Əslində biz ona balacaq, ən böyük. Hə da, ona görə sizə indi güzəştə gedir müəllimə ki, yəni gedib mən arxada oturdum, sakitcə. Aydın oldu. 4.3 sözü varsa. Bəli. Məsələn, situasiya düşə bilər ki, evdə balaca, məsələn, ailənin evdə balaca qardaşı var. O oyuncaqlarını həmişə qardaşı ilə paylaşır. Hansı standartda? 4.3. Çünki balaca, böyük. Aydın oldu. Bax, bu da oldu 4.3. Amma bu yana qəliz olacaq hazırlaşma. Qəliz olacaq çünki əzbərləmək lazımdır. Başqa çare yox. Ancaq əzbərləmək. Gəlin birlikdə bir də təkrar edək. İnkişaf sahəsinin tərifi nə oldu? Ümumi. Neçə inkişaf sahəmiz var? Hansı vardı? İkinci inkişaf sağlamlıq təhlükəsidir, idraki inkişafı, İstirahatçı inkişaf, sosial emosional. Hansının bacarıqlarının sayı digərlərindən fərqlidir? Üçüncü. Çünki neçə bacarığı var? 2 bacarığı var. İndi gəlin bir-bir deyək. 1.1 nə oldu? Fiziki hərəkətləri yerinə yetirir. 1.2. Masa arxasında 1.3. Kəsli qaydalar. Ay sağ olun. 2.1.
Əşya hadisələr haqqında danışır. 2.2. Yazdığınızı oxuyun, görək düz yazmısınızmı? 2.3. 3.1. Sadə. 3.3. 2 isə sadə əməl. Bəs 3.3 nə oldu? Yoxdur. Yoxdur, belə bir bacarığımız. 4.1. Ünsiyyət. Aha, 4.2. Sosial həyat özünü düzgün aparır. 4.3. Bəli, indi yazdığınıza baxın, mənə baxıb cavab verin, sual verin, amma baxıb cavab verin. Sadəcə baxın, tətbiq edə bilirsinizmi? Məsələn, Turpun nağlındakı nənəni təqlid edir. Hansı standartdır? Baxın. 4-3. Turpun nağlındakı nənəni təqlid edir. Canlandırır, obraz. Canlandırır. 2-2. Qəbul olun. Təqlid edir. O 3-1. elədir ki, ay sağ olun. Çünki sadə bədii bacarıqdır. Aydın oldu. Bəli. Bayraq rəsmini rənglərinə uyğun rəngləyir. 3-2. Aha, yox. Rənglərinə uyğun rəngləyir. Ay sağ olun. 3-1. Bəs yaxşı, buyurun. Xoş gəldiniz. Təşəkkür edirəm. Bu sözlərdən istifadə edin. 2-2. Ay sağ olun. Payız fəsli haqqında danışır. 2-1. Payız fəsli. Ay sağ olun. Çünki məlumatlıdır. Bəs şeir və bəli 2-1-dir. Şeir və nağıl danışırsa 2-2. Ay sağ olun. 2-2-dir. Bəs qaçırsa uşaq qaçır, tullanırsa 1-1. 1-1 bəli. Bəs zəlzələdən necə qorunmaq lazımdır? Yağışda necə? 1-1. Təhlükəsizlik qaydaları. Həndəsi fiqurları fərqləndirirsə 2-3. ay sağ ol. Əsas odur mənə lazım olan nədir? Siz dərsi başa düşdünüz. İndi də qalıb da iş